aprelin 25-i bəzi şimal və qərb rayonlarında, 26-sı gündüz isə əsasən dağlıq ərazilərdə hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə Qazax, Gəncə, Balakən, Şəki yağıntının arabir intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal edilir. Bu haqda Yeni Sabaha Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısa müddətli daşqın və sel keçəcəyi istisna edilmir. Sabah Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz ediləcək. Havanın temperaturu gecə 12-16 dərəcə isti, gündüz 21-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% olacaq. Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi, ancaq gündüzdən bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə bəzən güclənəcək. Havanın temperaturu gecə 13-17 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 5-20 dərəcə isti olacaq.